bərabər sürətli hərəkətdə qarşılı ötürməni və yaxud da ki, mərkəzdən keçən ox ətrafına fırlanan disklərdəki kəmiyyətlərin asılıqlarını bildik. Amma onlar bəs birlikdə olduqda, qarşılıq ötürmədə bu kəmiyyətlər arasındakı əlaqə necə olacaq? Gəlin indi onlara aydınlıq gətirək. Baxın, belə bir qarşılıq ötürmə verilir bizə. Görürəm ki, birinci və ikinci disklər bir-birinin içində yerləşir. Yəni, mərkəzindən keçən ox ətrafına fırlanan disklərdir. Üçüncü disk ilə ikinci disk isə bir-birinə qarşı vasitəsilə bağlanır. Bu isə qarşılıq ötürmədir. Onda bunlar arasındakı əlaqəyə gəlin baxaq. Əvvəlcə fikir veririk ki, qarşılıq ötürmədə nəyə bərabər idi? Xətti sürətlər bərabər idi. Odur ki, V3 və V2 bir-birinə bərabər olmalıdır. İndi gəldim ikinci ilə birinciyə, yəni bir-birinin içində olan disklərə. Görürəm ki, ikincinin radiusu birinci radiusundan böyükdür. Onda nə demişdik? Var demişdik. Yəni, sürət təcil radiusa görə düz asılı dəyişirdi. Bir-birinin içində olanda. Yəni, mərkəzinə keçən ox ətrafına fırlanan disklərdə. Odur ki, ikinci birincidən böyük olacaq. Keçək perioda. Period bilirik ki, mərkəzinə keçən ox ətrafına fırlanan disklərdə bərabər olmalıdır. T1 T2-yə bərabər olmalıdır. Odur ki, yazacağım. T1 bərabərdir T2. İndi qarşılıq ötürməyə baxdıqda nəyi yadda saxlayırıq? Deyirik ki, qarşılıq ötürmədə radiusla düz mütənasib asılı olan sadəcə period idi. Qalan bütün kəmiyyətlər radiusdan tərs mütənasib asılı idi. Xətti sürətlər isə bərabər idi. Onda R3 R2-dən kiçik olduğu üçün T3 də T2-dən kiçik olacaq. Yəni, asılılığımız bu şəkildə olacaq. İndi gəlirik tezlik və yaxud da ki, omega bucaq sürəti. Hər ikisi eyni olacaq, bir də dövrlərin sayı. Niyə görə? Çünki biz demişdik ki, mərkəzindən keçən ox ətrafına fırlanan disklərdə sürət təcil dəyişirdi. Dövrətmə periodu, dövrətmə tezliyi, dövrlərin sayı, eləcə də omega bucaq sürəti bərabər qalır. Onda yazacağım ki, M1 M2-yə bərabər və yaxud da ki, kiçik M1 kiçik M2-yə bərabər, omega 1 omega 2-yə bərabər. Və dedik ki, qarşılıq ötürmədə 3 ilə 2-yə baxdıqda radiuslar tərs mütənasib asılıdırlar. Onda R3 kiçik olduğu üçün həmin buradakı kəmiyyətlərin 3 qiymətləri daha böyük olmuş olacaq. Yəni, böyükdür M3, böyükdür kiçik M2 və böyükdür omega, daha doğrusu bu 3'dür. Bu da omega 3. Bu şəkildə. Yerdə qaldı təcil. Uşaqlar, bir onu nəzərə alın ki, təcildə heç bir hissədə bərabərlik yoxdur. Necə? Bax, bilirik ki, təcildə mərkəzindən keçən ox ətrafına fırlanan disklərdə radiusa görə düz asılı olurdu. Yəni, A2 A1-dən böyük olmalıdır. İndi baxıram ki, 3 ilə 2-yə. Radiusda artıq burada tərs asılıq var. 3-dəki radius 2-dəki radiusdan kiçik olduğu üçün artıq 3-dəki təcil 2-dəki təcildən böyük olmalıdır. Yəni, A3 böyük olmalıdır A2-dən. Odur ki, asılılığımız bu